Süd turşusu və propion turşusu üçün ümumi olan nədir? Molekulda siqma rabitələrin sayı deyir. Molekulda siqma rabitələrini sayaq görək. Süd turşusuna neçədəndir? Propion turşusunda bunu ancaq açıq saymaq lazımdır. Burada bu şəkildə hidrogenlər sayanda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə siqma süd turşusundadır. Propion turşusunda, yəni 3 dənə karbon olan turşuda OH, yenə hidrogenləri açıq şəkildə yazsaq, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə siqma rabitə. Deməli, bu olmadı. Sonra, ikinci deyir, CnH2OM formula uyğundur. Süd turşusunu deməli yazanda yazırıq CH3, CH, OH, COOH. Yığaq bunun formulunu. C3, H6, O3 olacaqdır. Propion turşusu isə C3CnH2NO2, C3H6, C3H6, O2-dir. Bu deməli deyir ki, Cn, baxaq, C-yə N qoysaq, yəni belə deyək, birincidə baxaq, H2O-M-ə uyğun gəlirmi? C-yə 3 qoyduq, N-in yerinə daha doğrusu birinci üçün qoyuram. H2O-nun da hidrogen altı olması üçün bura 3 qoymalıyam. Burada baxırsınız ki, N-lə M-i eyni göstərir. N-lə də M olmaz eyni. Çünki formulda CnH2OM deyir. Eyni olsaydı eyni kəmiyyət qoyardılar. Molekulda hidrogen atomlarının sayı, həqiqətən də molekulda hidrogen atomlarının sayı eynidir. Deməli, 3-cü sualda C variantı olacaq.